Nə istəyirsən sən məndən? Elə ancaq özünü düşünürsən. İşdən gəlmişəm 1 saatdır ki, bir tikə yemək yiyim, zəhərlənib, təzədən qayıdım işə də. Sizin üçün işləyirəm də, sizin üçün pul qazanıram da mən. Sizə görə əziyyət çəkirəm də mən. Pul, bəsdir də. Nə edirəm mən sənin o pulunu? Sən bizə 1 saat vaxt ayıra bilmirsən. Uşaq sənin üzünü görmür artıq. Biz sənə həsrətik. Bunu başa düşürsən sən? Ay qız, bəs burada deyindini. Mənim hər saatim, hər dəqiqəm hamısı puldur. Mən pulu ilə uşaq üçün qazanıram da. Sabah mən pul qazanmasam, deyəsən uşağa paltar alma pul lazımdır, mənə pul lazımdır, özümə nəsə almalıyam, başa düşürsən, mən işləməliyəm, evdə çox qala bilmərəm. Söz getdim mən. Ata, ay ata. Allah ki pul götürəsən, 1 saatlıq işə getməyəsən. Mən səni qucaqlayıb yatmaq istəyirəm.